Bekar Times, episode 1. Alo, Bəli. Nazat danışan. Kim? Nazat. Herkese selamlar. Bekar Times'ın ilk epizoduna hoş gelmişsiniz. Nazada danışan. Epizodu Başlayaq danışaq. Başlayaq İşte. biraz bu gün deyirəm bir maraqlı kontekstlə girək. Necə kontekstlə girək bu? bir də mənim adım Vahab, yoldaşın da Orxan. adı Orxan. Davay Vahab. Gəl danışaq. Gəl danışaq görək nə danışırıq ay Vahab. Deyirəm Vahab, bəlkə bir danışarsan sən bir son illərdə oldun. Sən harda? Hollandiyada. Mən son bir ildə oldum Hollandiyada. Amsterdamda. Bir deyirəm bəlkə bir Amsterdamda başına gələn maraqlı hadisələrdən biri bəlkə zad eləyəsən. Okey. Mən Belə maraqlı yerdən gəldi elə sual. heç də Amsterdamın həmin o kanalları, tanınmış kanalları oturmuşdum, söhbət eləyirdim. Hava çox yaxşı idi. Sən oktyabrın əvvəlində əslində, hardasa oktyabrın 3-ü idi, 4-ü idi. Dərsdən çıxmışdım, 2 saat boş vaxtım var idi. Nəsə danışım yazdı ki, gəl gözləyək bir yerdə, sonra Kim yazdı? tanışım. Hə. Gəl bir yerdə gözləyək, çünki sonra mitinqə getməli idik. Heç də kanalların qırağında belə qəşəng oturduq, başladıq söhbət eləməyə. Şimdi 1 saat, 2 saat söhbət eləyirdik, уже vaxt gəlir. Biz də sən bakery zad yeyirdik. Məşhur Avropa. Hə, Avropanın məşhur bakerysi, tələbələrin ən sevdiyi yemək. Yedik, ikisi də çörəklə nəsə bağlı bir şeydi. Ördəklər üzündə kanalda, çayka, ördək. Biz baxırdıq, hərdən biz bunları yeməyə atırdıq. Bizdə olsun. Hə, Bakıda çox maraqlıdır ki, ördək yoxdur. Təbii ki, bizdə ancaq rayonlarda zətdə. Amma yenə də. Hə. Heç də bir də belə maraqlı bir dənə quş gəldi belə üzə-üzə. Çox qəribə ayaqları var onun. Belə ağ, qara quşdur belə. Başı biraz ağdır. Suda üzür, amma ayaqları ördək ayaqları kimi şeyli deyil də belə. Bildin, balıq kimi olur da. İngilis dilində ona fin deyirlər məncə. Pərdəsi. Hə, pərdə, o pərdə yoxdur. Pərdə. Belə uzun dırnaqlardır. Bu necə üzür, bu nədir belə? Ördəklərlə də bunlar yola getmirdilər. Ördəklər gəlirdi. Hə, bu da gəlib gedirdi buradan, başladılar nəsə bir-birinə söz atmağa. Sonra da bir dənə bunların baxırsan başa düşmək olurdu. Hansı oğlanda, hansı qızda təxminən. Brat nətər başa düşürsün? Nətər olur o? Heyvan aləmində Aha. bütün male olanlar daha şey olurlar. Məsəl üçün şirlərə bax. Male şir, Daha female tüklü şir. olurlar. Hə, nəsə tük olur. Ya da tutaq ki, hinduşkaları görmüsən. Hə. O male, female fərqini hiss edirsən orada. O male böyük olur. Hədəf istəyən biraz Ya da toyuqlar. toyuq hara xoru sarar. Hə, yox, başa düşsən şeylər. amma hə, ondan onun başa düşmək olurdu təxminən. Bu ördəyə söz atır eləyir. Ördəyə söz atdı sözə. Sonra gedir o tərəfə başladı qıza belə gidişməyə öyle. Ha, elə davay, vaxtıdır, sezondur. Sezon deyirsən. Amma Söz atdı sözü. yenə də maraqla baxır ki, nə quşdur belə. Ördək də bağı deyir, nazadı da aşağı. Nazadı. Heç də bu quşa bütün qışı, bütün yazı mən bu quşa baxa-baxa keçirmişdim ki, fikirlə ki, bu nə quşdur belə. Ağlıma da gəlmirdi ki, şəklini çəkim Google-a basım, çıxsın. Məsələn, biraz vaxt keçdi, mən də bilsən də canım zonasındanam, Lənkəran. Bizdə plovu sevirlərdi, biz plovu çox sevirik. Plov ləvəngi, hər şeyin içində ləvəngi. Kütümdür, toyuqdur, domuzdan başqa hər şey. Bas ki basasan. Hə. Doldu ki İyi. doldurasın. Orada bir dənə ləvəngi var. Onu mən çox sevirəm. Qaşqaldaq ləvəngisi. Qara rəngdə balaca quş olur. Dadı belə çox maraqlıdır. Əti qapqaradır. Dadı belə qara ciyərə oxşayır biraz. Paştet dadına nəsə oxşayır. Yoxlamışam mən həqiqət dadı var. Onu da belə nazik tığ kimi sümükləri olur. Onu asta yeyirsən ki, içindən qırmada çıxar, dişini sındırar. Onu belə asta yeyirsən. Hiss elədim. Hə. Onun öyle suyu olur da böyle plovun üstüne tökürsən. Hə, bax. Bir dəfə gəl bizə mama pişirir ondan. 100%. Gəl, səni çağırdım, gəl. 100% Gəl. lazımdır. Heç nə. Allah. Yerik, gedirik özdə iki qardaş ara. Hə. Gedək bir vaxt çatıb deyirəm bir gedək.
Hamama da bir Amma evlənirsən. Yox. Hamama gedən evlənirlər. Nə əlaqə? Okay, olar, amma gəl bir dənə quş yeyək. Hoşum. Quşdan Levəngidən hamama getdim. Dostum, sən mənim çoxdandır beynimdə var hamam teması. Sən niyə, brat, vaxtı biraz da soyuq düşsün. Məncə ən gözəl. Həngər. Hə, özün bildin də yəni. Hə, ya da xaç, səhər tezdən xaç. O başqa temadır, o başqa vibe. Xaç da oradan başqa şey. O bir sənin nəyin vibe'ıdır? O həqiqətən bu qar falan yağır. Azərbaycanda Yağ qarır, yağ qaranda. Yağ, o da Bakıda çətin məsələdir. Bizim nə deyirlər? Gəl çıxaq baxaq da, gəl çıxaq görək nə olur. Amma yenə də Qaşqaldaq. 100%. Qaşqaldaq çox dadlıdır, həddindən artıq. Hə, biz harda? Hə, hardan getdik. Hoşum, bu söhbət oldu. Mən Amsterdamda bir il quşa baxa qaldım. May ayıdır. Dostumla dayanmışam. Nəsə gəmilərə baxırıq. Söhbət gedir də. Mən deyirəm ki, Dutch yeməkləri çox pisdir. Çünki içlərində nə spetsiya olur, nə dadı var. Hamısı bizim yeməklər. Hə. Məndən sonra ki, sən nə yeyirsən? Siz nə yeyirsiniz? Amma biz belə bir şey var, qaşqaldağı çox dadlıdır, belə maraqlı quşdur. Deyirəm, hadi göstərə bilərsən. Hətta girdim Google-a, mən də nə bilim, qaşqal, ingilis dilində bilmirəm nədir, yazmışam qaşqaldaq. Şəkil çıxdı. Baxıram ki, həmin o quş. Yediyim quşu bilmir. Həmin o quş. Bizdən bir necə beynə vurdu o. Başa düşdüm ki, mən bütün bu vaxtı qaşqaldağa baxıram. Onlar da onları yəqin ki şey eləmir də, yəni elə bir şey yoxdur. Yemirlər. Yox, mən onu göstərdim, mən dedim ki, sən necə o quşu yeyə bilərsən axı? Həmin Bakıda göyərçin, sərçə yesəydin, sən eyni reaksiya verilir. Sən sərçə əti var da o. Yemirsən deyəsən. Ay yox, mas görmüşəm ya. Bizdə nəyə görürlər, başı kəsib atırlar. Gördün? Harda deyəndə olur da onun kababları zad eləyirlər. Sərçə. Amma məncə var. Faik kafesində olmusan sən. Faik kafesi. Hə. Faikin kafesi haradır, bura? Deməli, Tofiq yaşayan ərazi var, Bayıl. Hə. Bayılda bir dənə kafe var. Hə. Kafe il boyu işləyir, amma o da qışda getmək lazımdır. Deməli, bunlar ovlama şeylər verirlər ancaq. Biz orada getmişdik bir dəfə. Diki kaban belə gəldi, o belə getdi, maral əti buradan belə çıxdı. Dirəkdən ayı əti də tapa bilərsən. O dəqiqədə bir maralı ayını hardan tapsan? Qışda alırlar da ovçulardan. Onları vurmaq olmazaq məncə. Yox, indi lisenziya ilə müəyyən qədər vurmaq olar. Niyə dəqiqə? Dadlıdır, maraqlıdır. Bir dəfə orada da getmək lazımdır. Mən ayının ətinin dadını... Yox, ayını yemərik məncə. Amma yox, qatı belə bərk. Ondan özü ölmək olar. Onun içində bakteriyalar və parazitlər olur tez-tez. Onlar da ayıdır. Sən nə maraqlıdır? Akula əti. Akula ətini maraqlı olur. Bişirməmişdən əvvəl hardasa 2 saata yaxın duzlu suda saxlamaq lazımdır. Sonra şimdi niyə? Niyə? Çünki akulalar dərisindən və onu, o amiyakı, o hər şeyi onun dərisindən çıxarmalısan. Vay köpək. Aha. Köpək uşaq. Akulalar da köpək uşaq çıxar. Maraqlı. Mənim dəqiqə fikirləşirəm. Akulalar. Akulalar. Akulalar yatmır. Akulalar oyaqdılar, yatmıyor. Buradan Əlifqaya salam. Əlifqaya. Mirstumdi bir qaqa. Mazda sürəndə deyir, gecələr burada səndə Mazda sürəndə çöməldən belə baxırdı. Ay, Mazdadan danışmaya, Mazda. Akulalar yatmır, akulalar oyaqdır. O tema yatmacam. Mənim yadımdadır. Əlinə. Çoxdandır danışmamışam mən də. Mən təzəlikdə danışmışam. Necədir? Deyir, akulalar oyaqdır. Əlim can verir. Akulalar. Deməli belə. Gəl. Debreçin nə yox? Budapest. Budapeştdə danışma olar. Budapest. Deməli, biz kontekst üçün Bakıda yaşayıb heç vaxt bir-birimizi tanımamışıq. Amma opşi tanışlarımız olub. Bakıda hamı ilə hamının opşi tanışı var. Balaca şəhər. Belə baxmayın, balacadır.
Amma biz bu ilə Macaristanda tanış olmuşuq. Bəli, Debrecəndə. Sonradan amma mən özümü iraqladım hara? Budapeşt. Budapeşt fərqlidir. 100% fərqlidir. Amma məncə biraz Debrecəni başa salmaq lazımdır ki, fərqi tutsunlar. Debrecəni gəlin sizə başa salım. Debrecen nədir, Murat? Özün bilirsən. Başlamamışdan əvvəl Debrecənin ilk reaksiyamı sənə demək istəyirəm. Belə uçdum Budapeştə. Budapeşti gördüm də, o Nugatiyə gedib çıxanacam. Budapeştə baxa-baxa getdim. Dedim, hə, Avropa. Həyat başladı. Məsələn, mindim o qatara, 3 saat o qatara. O dəhşətli o yoldakı qatar. Müvəqqəti narahatçılığa görə üzürlü sayım. Neyse, başımı burax. Məncə də başımı burax. Məsələn, qatarla gəldim, 3 saat gəldim, çatdım. Çimadanlarla həvəsli düşmüşəm, baxıram ətrafa, deyirəm ki, okey də hələ ki qatar stansiyasıdır. Heç qatar stansiyasını hələ görməmişəm. Adı neydi onun? Nugati? Nugati? Yox. Yox. Nagalomaş. Dəhşətin baş verəcəyi. Binaya görə baxıram. İlk o sol stansiya var. Hə, və binaya baxıram, bu nədir? Deyim, okey də heç olmasa çıxım, bəlkə yaxşıdır. Çıxdım o bir də çıqanlar yaşayan bina var orada. Ayda. Altında da bilyard yeri var. Bowling bilyard. Oy, baxdım dedim, mən hara gəlmişəm. Siqanlar deyil, yəni siqanların siqanı ha. Mən o binaya həmişə girmək istəyirdim bir dəfə. Biz girməmişik. Heç vaxt. Sağ olsunlar. Siqan var yox. Siqan var yox. Hə, Debrecen balaca şəhərdir. Çox balacadır. 200 min əhalisi var. 200 min əhalisi var, amma nə tərdir? Macaristandan sonra ən böyük bildiyimiz qədərlə nədir? İkinci şəhər odur, amma mən soruşmuşam, Solnok şəhəri ilə demək olar ki, onlar həmişə bir-birinə çox yaxındır. Yarışırlar. Solnok yox, Seged. Solnok. Segeddə də olmuşam mən. Seged zor yerdir. Segeddə olmuşam. Hə, üç dəfə. Seged qəşəng yerdir, prosto Segeddə fərqli auradır. Yəni tər auradır, fərqli bir düzülüşlü mərkəzdir. Hə. Amma Debrecəndə fərqli düzülüşdür. Mən Segeddə yaşayanlardan soruşmuşam. Onlar Debrecəni Segeddən daha maraqlı tapırlar, hətta. Göründü vəziyyət. Hə, orada underground culture-dan vəziyyət çox pisdir. Hə. Amma Budapeştə gedəndə, yəni Budapeştə prosta Budapeştə nə etmək lazımdır qaqa? Sənə sual verim. Gəzmək. 100%. 100%. Günə 30 min step. Hə, Budapeştə prosta başlayırsan, çıxdın başını saldın, çıxartdın çölə, başlamalısan yeriməyə. Budapeştin trayektoriyası yox, şəhərin planı, düzülüşü çox maraqlıdır. Çox maraqlıdır. Məsələn, nətər baş salaq? Gəl baş salaq belə. Uzun küçələrdir. Amma küçələrdən giriş-çıxışlar çoxdur. Paralel küçələrdir bir-birinə. Və yolları normaldır. Pişxodlar üçün yollar maşın yollarından bəzi yerlərdə daha böyükdür. Amma yox, Budapeştdə böyük magistral yollar var. 4, 3, 6 palasa zad. O hər tərəfdə olmalıdır ki, o maşınların. Amsterdamda elə şey yoxdur. Sən Amsterdamda bir moment bir şəhərin qırağına və yaxud elə yerlərə çıxanda o 100% Amsterdam. Yenə də yoxdur. Balaca şəhərlərdə də elə deyil. Ancaq şeydir. Şəhərin ətrafında ring ban var elə bir. Ona deyirlər ring. Hə, aydın məsələdir. Amma şəhərin ortasında maşınlar üçün demək olar ki, yer yoxdur. Ən hörmətsiz şey şəhərin ortasında maşın sürmək. Ancaq velosiped. Velosiped ya da piyada. Velosiped sürənləri də heç kimi qozlamır açığı. Velosiped yoluna çıxmısansa o sənin səhvindir. Mən gəlirəm, mən dayanmayacağam, tormuza basmayacağam. Siqnal verə-verə gəlirəm ki, bas bayrada mənim yolumdan. Basmadın, sənin günahındır. Gedə-gedə hərdən sən nə edirdim? Çıxmırlar yoldan, çiyin atıb gedirdim. Sürən yerdə turistlər çiyin atırdım. Velosiped yolunda nə itin azıb sənin? Qəşəməm qaqaşı. Orada elədir. Velosipedin varsa sən pravsan. Gəl biz Amma danışaq. Budapeştin iki tərəfi var. Buda və Peşt. İki tərəfi deyəndə, yəni iki şəhərdir. Dunay şəhəri iki tərəfə bölür və keçmişdə bu iki şəhər olub əslində. Bəli. Və bu iki şəhərin birləşməsindən nə yaranıb? Budapeşt. Budapeştdə hərəsinin öz bir vibe var da məncə. Buda və Peştin hərəsinin adlı gözəl bir vibe var. Buda daha belə castle, palace, belə maraqlı qəşəng binalar. Təbiət deyirsənsə, keçdin Buda tərəfə. Oradakı o hills, təpələr. Və ailənlə bərabər qalacaqsan, təpəgöz. Ailənlə bərabər qalacaqsansa, yenə Buda tərəfə. Məncə də. Peşt nədir? Peşt turistlər, tələbələr, bizlər, yəni sən klublar, dəlixana.
Dəli Bütün xanım. maraqlı şeylər peşdə baş verir. Maraqlı aksiyalı belə action. Hə, başımıza nə gəlibsə orada gəlib. 100%. Hamısı. 100%. O tərəfdə. Çünki Biz də bu da tərəfdə çox olmamışıq məncə. mən olmuşam. Sən yaşamısan amma Mən gəzirdim. Mən ora demək olar hər gün o tərəfə keçirdim. Belə bil mən sloqanım aktivite var idi. Gedirdim belə körpüdən, o yeriyə o uzun körpü var. Neçə körpü var orada? 5-dən 6 dənədir Amma məncə. əsas var, biri var White Bridge, O bir də Green one. şey dəmir green yoxsa dəmir- daşla olan, o dəmir. şirlərlə olan. O ikisi arasında fərqli də. Hə. Daşlarla olan da qəşəngdir. Sən bilirsən ki, o daşlarla olan bridge'in arxitektoru şirlərin dilini eləməyib vaxtında yadından çıxıb. Hı. Və sonra onu hamı bullying eləyib ona görə. Hı. O vəziyyətə gəlib çıxıb ki, özünü öz arxitekt elədiyi körpüdən atıb. Nə olub buna? Nə olub buna bu adama deyərlər. Orada da gələn gedən özünü çaya atır qaqa. Və Budapeştdə də yəni var da şeylər var. Bu soyqırım var. Cürdlərin, Bəli, bəli, orada ayaqqabılar. ayaqqabılar falan var. Sonra Avropanın ən böyük sinaqoqası. Doğan Utsa sinaqoqa. Orada çox şey var. Ha. Amma çox maraqlı bir dəfə Muradla biz orada girmək istəyirdik. Nəsə şəhəri gəzmişik. Ondan əvvəl getmişdik. O cave'in içində church var bir dənə. Orada olmusan? Çox olmamışam yox. Sən mağaranın içindədir. Nəsə o da getmişik, gəzmişik. Gəlib indi sinaqoqaya çıxmışıq. Dedik ki, Allahın evlərini gezirik də bu gün. Churchdə olmuşuq. Sonra məscidə dəymək lazımdır. Sinaqoqaya gəlmişik. Girişə gəldik, də belə daydaydı, papaq, söhbət edirik, dedik, bəs salam, bəs içəri girmək olar, dedik, pullandı, biletlə, qalıb baxa-baxa qaldıq. Niyə? Neçə idi? 1500 forint idi, 3000 forint idi. O vaxtda forintin hörmətli vaxtları idi hələ. Belə baxa-baxa qaldıq ki, okey, yox, sağ olun. Sağ olun. Sağ olun. Sizinlə mən idim. Bizdə alınmadı sizlə. Ay. Budapeşt gözəldir. Həddindən artıq. Yaxşı, Budapeşt yoxsa Amsterdam? Amsterdam. Maraqlı fikirdir. Məncə bilsən, mən bu suala niyə əslində düzgün cavab verə bilmərəm. Mən Budapeştdə yaşamamışam. Amma məncə də Amsterdam. Yəni mən Amsterdamda yaşamamışam. Yəni necə deyim? Necə başa sala bilərəm? Necə bacarırsan? Allah, insanların da rengi var. Amsterdamda ingiliscə daha çox danışırlar. Hamı ingiliscə danışır. Hətta Macaristanda yəni Da. var Hollandiyada belə dəlilər, siqan var, yox. Marokanlılar var. Onlar da oranın siqandır. Hə, belə desək. Maraqlı. Hamısı yox. Normal adam çoxdur əslində. Amma yəni o təbəqəni eləyənlərin çoxu onlardandır. Maraqlı söhbət. Hayda bizim siqanlarla o qədər İnsidentlərimiz baş verib. insidentlər olub. Bir dəfə Debrecen'də Tofiqlə mən dayanmışdıq. O Koşutun heykəlinin yanında. Təzə tabak almışıq. Pulumuz da azdı. Bir tər atışıb tabak almışıq ki, siqaretimiz olsun. Hesablamışıq ki, buna 1500 forint belə getdi. 600 forintə 1 kiloqram kalbasa alırdıq, çörək alır. Hər şey raşot olunub da. Prime modda. Hə. Dayanıb bu ilə topcoy içirik. Mangolu topcoy. İçdi. 3 dənə çıxan yaxınlaşdı bizə. Uşaq da belə deyək. Deyir, bəs siqaret olar. Biz baxdıq, dedik, hə də, nəsə tabaka aldı əlimizdən. Böyüksə, tabakı vermək olmaz. O əlindən çıxdısa, sağollaşmalısan. Biz də nəsə verdik, götürdü. Bükdü elədi, məndən zajqalkanı aldı, yandırdı o ilə. Dedi ki, indi zajqalka ilə tabakı qaytardı. Dedi, qaytarmıram. Serios? Hə, dedi, qaytarmıram. Hə. Qaytarmıram. Tofiqi özün bilirsən də, Tofiqin beyni atırsa, Tofiqin beyni atır. Tofiqin beyni atdı, başladı, böyle. 3 nəfər idilər də. Maz, özüm ölüm. Mən bir dənə bu tərəfə baxdım. Sonra bir dənə avratla çox baxdım. 15 nəfərdilər. Qaqa sağ ol. Bunlar belə qlavlısı çıxıb ortaya. Bütün ən nakatçınlı, ən tatuirovunlu, keçən də belə qaqaşdı. Özləri bir nəsə basıb belə. Gəl belə qabağımıza. Hə, nədir problem? Biz bu başlayırıq ki, zajqalka belə getdi, tabak belə getdi. Nəsə, lə. Şimdi basın bayrağı. Bastıq bayrağı da neynəyim? Neynəyim? Orada neynəmək olardı? Çox maraqlıydı orada Tofiqin sifəti də.
Üzə dayanıb belə topçuyu sıxır əlində, şap tulkanı da sıxıb belə əlində. Görürəm ki, mən öz üstündə deyir ki, Mas, mən indi bunu sındırıb buna soxacağam. Mən indi bunu edəcəm də mən sakitləşəcəm 15 nəfərlə biz indi sən nə edəcəklər bizdə? Köpək uşağı balalayır da, yəni Hə. bir də gördün. Spawn olurlar elə bam. Bam 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 Bam, bam. Budapeşte yadında deyil, davada nətər spawn oldular onlar. Mən o spawn momentini görməmişəm. Mənim üçün siz də spawn olmuşdunuz. Aha, orada hamı spawn idi, orada hər tərəfdən çıxırdılar. Deməli, Halloween partisindəyik. Gəl mən danışım başlanğıcı çünki bizə görə olub, bizə görə başlayıb dava. Okay. Deməli, nədir söhbət? Biz gedirik Halloween-da, karantin vaxtıdır. Karantin, hə. 2020-dir, düz oktyabrın 31-idir. Axşam saat 11-ə qalıb 15 dəqiqə. Hələ də yadındadır. 100%, yəni o vaxt dəqiqlə. Onda partilər tez başlayıb tez qurtarırdı. Saat 11-də elə qurtarırdı. Çünki biz bilirik axırıdır, biz çıxıb gedəcəyik, ya gedəcəyik yeməyə, nəsə də hər Hədə şeylə McDonald's zat. Hədə yəni bu tema. Biz getdik, orada bir dənə ən məşhur klub Foqaş. Düzdürmü? Pulsuz. Pulsuz da bütün xarici hamı gəlir ora Hə. spawn olur, sonra getdik. Sonra da evə gedirlər. Hə. Yəni Budapeştdə nəsə istəyirsinizsə, Hı. əlinizə nəsə düşsün belə deyək, instant focus. Boş xarab, nəsə düşsün, elə bir şey zat pistiyaş qazadı. Biz qaçdamırıq ya. Nəysə, orada bir dənə dar belə, beləsinə uzunlamasına VC yoludur. Orada clock room var. Hə. Clock room biraz bərdədir axı, o bərdədir. 2 dənə elə bir VC-dir. Biri ortadan birinci giriş xanımlaradır, sonra ən axırda da oğlanlaradır. Və düz onun üstündə də bir dənə kamera var. Kamerada düz o koridoru çəkir. Məntiqlidir. 2 dənə, 3 dənə, 2 illər, 3 illər. 2 qaqaş, 2 dənə siqan. Siqan. Siqan deyil, siqan. Tutublar bir dənə xarici qızı belə qollarından. Orada qaqaş da var idi bildiyimə görə. Qaqaş sonradan indi. Qaqaş sonradan spaldı. Tema deyəcəm. Qaqaş gedib misiya sakit təzəyib, qızın vecini almayıb çıxıb getdi o qaqaş misisinə. Qaqaş qızla idi, da? Yox. Qaqaş qızla deyildi. Ha. Tema burdadır. Bax başa düşdün. Bu gözəllər tutublar qızın qolundan. Birinin də var Jack Danielson butulkası, birinin də var pivə butulkası. Mən görür ki, qız yalvarır da. Nə olar kömək Hədə elə. nə olar kömək eləyin, qız ağlayır. O qız da xaricidir. Bunlar da bilsən axı, baxan kimi Biz də tipinə baxanda, bilmirik, hədə tipinə baxanda bilsən nədir. Biz girmədik axı ondan. Durduq ayaq yolunun qabağında, bunlara belə baxırıq da, yəni dəli kimi baxırıq ki, bunlar bəlkə bir nəsə şey elədi, buraxalar qızı. Bunlar qızı buraxdılar. Yox, buraxdılar. Yəni bir momentdən sonra da oğlan gəldi, VC-dən çıxardı. VC-dən çıxanda gedəndə belə dalından bir dənə belə təpik. Pis saxlama olar qaqaş. Azərbaycanlı qanı vurdu beynə. Ay Maz. Belə baxdıq olar ki, what the fuck are you doing da? Maz. Bunlar belə elədilər qaqaş. Sən çıx get qaqaş. Bax bir əldə Jack Danielson butulkası, bir əldə pivə butulkası. Brat, gəlirlər. O insana avtomatik özünü bilinci həmişə qoruma instinktidir, yəni ki, tez basar özünü qorumalısan bir nömrədə. Tofiqə belə baxıram, Tofiq mənə baxır. Bunlar gəldilər. İndi bir moment belə başımı qaldırdım, gördüm, mən əvvəldən görməmişdim. Pulka gəlir. Yox, pulka yox, pulka elə sonra var. Belə başımı qaldırdım, göyə ki, göydə kamera var. Aha. Hə, dedim salam verək. Tofiqə belə söndüm ki, Tofiq, brat, birdən çaşarsan ayaq yoluna girərsən də. Yəni sən bu VC-yə girdin. Bunlar oradan çıxmayacaqsan. Meydimizi sərəcəklər. Jack Danielson yerə bir ki, balta zad var da, bu tap-patap qoyur da. Nəysə, brat, biz girmədik. Bunları sən pişim-pişimdən ki, çıxın anatomi, nə şey yaxşı olacaq. Alındı. Böyle yumruqsuz, davasız, şavasız alındı. Bunlar çıxlar çölə. Çıxlar mı bildi axı, bu voleybolmu başlayacaq da 100%. Çatan kimi uşaqlar da kutkaları götürməyə, hamınız sıradaydı. Çatan kimi gəldi. Uşaqlar dava olacaq. Belə öz-özə. Mən çöldə dayanmışam. Hə, sən də çöldəmişsən. Hə, mən. Sən içəridə xəbərin yox. Konsertə bir O gün deyirəm, siz mənim üçün spawn olmusunuz. Hə, Mas, bir də sənə konsert deyim də, yəni bura elə şey yoxdur. Mas, mən gəldim, Tofiq gəldi, Əli Gilzad idi. Əli idi, sonra kim vardı? Murad idi. Orxan Nəbi. Hə, Nəbi. Murad məndən çöldə dayanmışdı. Hə, onda Murad sən nəyimsə, deməli Əli idi, Nəbi idi, uzun idi. Uzun da oradaydı. Bunlar gəldi ki, dava olacaq da, yəni 100% olacaq. 100% nəsə var. Bunu deməyə ağızdan çıxdı. Oldu. Ağızdan verəm sənə deyirəm, tez aldılar da o sözü. Gəldilər bunlar çox aldılar. Bu gəldi Viskin, Tofiqin sifətinə. Tofiqin sifətinə intema nədir? Mən o momenti görməmişəm. Mən nə momenti gördüm? Xəbərin yoxdur hələ. Mən orada bilirsən də çox vaxt həmişə davanı ayırırdım da.
ki o Çox deyil peaceful də. adamdır bu. Hə, yəni ki lazım deyil. Amma bir momentə qədər də. O momenti keçdisə, Hə, o moment getsə, kreşə getsə, qoy. vırıldın mı qaqa? O tema olur. Pivə vurdu da bir nəfəri. Deməli, əli tutub birim, belə qabağındadır. Əli gördüm ki, Əliyə baxdım ki, Səba belə baxdım ki, Əli bunu hazırlayacaq. Plus mən də belə risk elə bir beynimə vurdu ki, budur. O Moment. strike də və o fokuslar sənə birinə. Əli bunu bir eləyəndə, iki eləyəndə 2-3 metr aram var. Mən gəldim ta solla. Sola xay. Solla qaqaşa bir dənə. Muhammed Ali. Allah Muhammed mən qələt eləyərəm olaram. O bir dəqiqə qəbrindən çıxıb mənə bir dənə qoysa yerimdə 8 ay quruq ataram. Parkinsondan inanmıram. Hı? Parkinsondan inanmıram. İndi baxır da sən. Okay. Prime olsa Never mind. gözə yığıram onun can bratvası kimdir? Bilmirəm. Mike Tyson. O qoysa. Sən elə. Deməli, brat bu gözünə döndüklərim. Hə, buna vurdum. Bax Allah haqqı momenti deyirəm sənə. Əli burdadır, qaqaş qabağındadır. Qaqaş tak elədi də qaqaşa. Əli söndü belə baxdı mənə. Ki kim vurdu ala bunu? Əli məni gördü. Əli elədi. İndi bunu bir dənə deyid eləyərsən də nə var? Əli reaksiya gördüm bir saniyə. Əli şokdadır da. Əli şokdadır. Bunun dalınca Əli tak bir dənə buna. Bu qaqaş yellənir də belə. Dalınca mən buna bir dənə. Əli prosesini elədi. Tık. Əli oturdu üstünə bu. Əli bunun üstünə oturan kimi Əli o dedim. qədər ağır deyil axı. Yox da, qaqaşa bir dənə padnoşka, qaqam hazırdır. Qaqaş şu yerdə Qaqaş salam yerlədir. eləkidir. İfsu bam. Mən arxaya belə çönəndə bir dənə başıma qəşəng bir dənə butulka. Pivə. Pivə butulkası idi. Mən davadan belə dava olanda da. Sən Dava hələ də saçın çıxmadı orada. 100%. Dava olanda da, dava nə bilim davam eləyəndə də, dava qutaranda da o Çinazlarım olsun, videolar var belə. O moment imenli yoxdur və heç bir insan görməyib ki, onu məhkum vurdu. Yəni nə oldu? Belə deyim də, o həmin vaxt dava yarananda hamımız bilirik ki, adrenalin vurur davanda, yəni. Nə? Vurdu. Bax elə bir şey burada bir dənə sənin düymən var da, switch off. Bir yox da, bir 2-3 saniyə həqiqətən heç nə görmürsən də. Yəni gözü Qaranlıq. zil qaranlıq olur da, qapqara. Çünki çox pis ya, burdan deyə bax burdan dəymişdi. Bax deyə bax burdan. Saç bitmir. Hə. Çünki onu mən şey eləmədim, qoymadım ki, onu da deyəcəm indi əhvalat. O vəbşi konsertdir. Butulka dəydi 3 saniyə tık bax, prosta yıxılmadım, yerə oturmadım. Bax, Adrenalin belə bax, istəyir hələ bax belə vəziyyətdə durdu. Flashback. Sonra təzədən belə qayıtdım. Bir dənə belə brat şüşə Qan. qantarı, qanı görmədim. Qan da bax buradan belə gördüm axmaq. Göz oldu qıpqırmızı. Hə o iti bağlayırsan, o qıpqırmızı gözlə. Kurtkadaydım. Kurtkanın bir Xalq yansın kimi. bir. Amma belə də. Ay indi qırğın düşüb çərdə də. Lap balapdı da. Mas bir də gördük bax belə. Pop. Gəlirlər. Dəlilər gəlir, securitylər. Onlar da securityləri 1.90, 150 kiloqram keçər. Şirek də, yekə şirek. Ha, hamısı da bodybuilder. Hətta yəni onların qoyduğu durmur da. Ha, onlar sizə yəni dava eləyirsənsə elə, amma o sizə qoysa hazırsınız. Hə də, yəni sən o davada yumruq belə yeməmisənsə, sənə balda tutmamırsa bəs eləyir. Bunlar biz bunları görəndə. Ucu qaçmaq, Yox, ayrılmaq. nə qaçmaq dedi. Bunlar dedim narahatam, özüm çıxıram. Heç bir narahatlıq yoxdur. Sən bir dəsə vurma, mənə qoy çıxart bir dəyə çölə. qoy çıxart cəhənnəm olaq göçərdələ baş verir. Bütün bu vaxtda mənlə Murad yanmışıq çöldə. Belə siqaret çəkirik. Qızlara baxırıq, belə ətrafa baxırıq. Mən bu il Halloween-da Amma Halloween nəsə filosofiya belə gəldi, o belə getdi, bu buradan belə çıxdı. Hə Trumpı bu gün seçdilər, nə baş verir seçkilərlə? Biz Bir də desə. görürük ki, qapını açırlar. Top. 10 nəfəri belə çölə atırlar. Baxırıq ki, 10 nəfərin yarısı bunlardır. Yarısı bizi, yarısı da onlardı. Və baxırıq bunlara, biz başa düşmürük nə baş verir. Baxırıq. Və belə bir saniyə dayanırlar küçədə, belə bir-birlərinə baxırlar, stoykanı alırlar, girirlər bir-birlərinə. Biz də qalmışıq ki, da gir. Uca sual verməyə vaxtı deyil. O çox nə bilim. Oradan sonra da nə oldu? Bunlar başladılar spawn eləməyə. Həmişəki kimi. Hə də bunlar çöldə hansısa qaraçı görür ki, sən dava var bura. Çox birlik. birlik var. Hə, Çox birlikləri var. mehriban millətdir.
Mehriban millətdir. Mehriban deyirlər əslində, amma birliyi var. Yəni Mehriban nə Bir-birlərini öldürdülər. Yoxlar. Onlar dəlidirlər. Hə, bunlar çoxalmağa başladılar. Bizdə də bunlar bilmirlər ki, yəni həqiqətən də, yəni olmuş, yəni olan söhbət budur. Bunlar da bilmirlər ki, biz Azərbaycanın gicləriyik, dəliləriyik. Biz bunlarla qırğın qiyamət, mən bir moment oldu onu gördüm. mən gördüm ki, onlar taxtaları götürdülər. Yox, taxtadan bir saniyə, bu bir dəqiqə. Orxanı gördün mü? Hə, nə? Hə, o epizod heç. O epizoddan ki danışmayım da, o epizoddan. Ya, mən o epizodu çox yaxından gördüm. Mən birinci görmüşəm onu. Mən onun üstünə qaçdım o olanda. Nə olanda? Mən gördüm ki, 2 nəfər bu yıxılıb yerə. Sən getdin ora. Mən getdim Və ora. sən sonradan hara çıxıb getmisən? O orada qalıb. Bir də gördüm ki, mən belə. Mənə vurmağa başladılar taxtalarla. Sən də getdin Hə. arada. Allah təbrik elə bura. Sən təbrik elə. Çox bomba, çox belə normal. Mən çünki gördüm ki, Orxan yıxılıb yerə, bunlar Orxanı vururlar. Mən Sonra qaçdım, vurdular, tullandım birinin üstünə. O mənə taxta ilə belimdən vurdu. Mən də dan. Sən salam əleyk olmusan ki. Hə. Bir moment gördüm. Taksi dayanıb yolun qırağında. Biri Tofiqə butulka atdı. Gəldi deydi taksiyə. Yox, dəymədi. Tofiq atdı, dəymədi. Mas Tofiq yerdən butulka tapdı. Atdı abıda. İç çaxır butulkasıdır. Tofiq belə baxır, qaqış belə qapdı. Nə olar vurma. Bax o momentdir də. Bra, Tofiq nə çox gözəl vurdu. Yəni düz taksinin kapotunun üstündən belə getdi butulka. Qaqaşın çox pis bəxti getdi də. Yanından Belə keçdi. böyrün düz belə altından dəydi. Yadımdadır o. O dəysədi qaqaş hazır idi. Mən bilsən də yadımdadır. Hı. Kamran həmişə danışır ki, qaqaş bunu taxta ilə vurmaq istəyir. Taxta deydi taksiyə. İndi bu taxtanı aldı qaqaşdan. Nə deyirsə qaqaşı vurdu. Qaqaş indi qaçır, taxta bunun əlindədir. Bu da gedir qaqaşın arxasıca. Taksist bundan yapışıb ki, mən maşınımı niyə vurdu? Deyirəm, görmürsən öldürmək istəyirlər. Burax mən gedim. Şu taksisti itələyib çıxıb gedib. Onun hələ bir moment da var özünün. Mən bildiyim qədərlə taxta vurulub yerə, taxta qırılıb. Sınıb, bu da götürüb taxtanın sınığı yerinə bunun qarnına vurdu. Qarnına soxulub, o uzun it olub. Pis deyib o çox pis olub. O yerdəki qaqaşın şeyi zadı. O qırğın. Bir moment oldu, Tofiq təzəl Tofiq yerdədir, yığılıb yerə, sürünür, belə gedir, belə sürətli. Belə Orxan, Əli, köməni. O moment çox seviyordu. Əli videoda düşüb onu mən görməmişdim. Qaqaşı nə qəşəng qoyur. Çox belə ideal şəkildə. Bam bam. Levi, pravı, hook. Qaqaş hudidədir. Qaqaş 1-0 daldadır da. Qaqaşı belə hudisindən götürür, papaya başına çəkir, tank 2 dənə qaqaş alır. Şey kimi, quduşa kimi. Brat o taxtalar tema idi. Amma onları axırda nə oldu? Onlar qucaqlanıb ki, qaçdılar, getdilər də onları. Çünki niyə? Fransız qızladı. Fransız qızlarından əlavə polislər canım. Polislərdən əvvəl fransız qızları yanında deyil, necə Orxanın qab. Orxan yaddan çıxartmayır. Orxan bu baş verənə qədər Orxan yatmışdı yerdə. Bəs Orxan gəldi, mən şoka düşdüm ki, bunu sən nə tə? Belə qaldım. Allah haqqı. Deyilə bildim buna soxublar. Yox, o sönmüşdü, başından vurmuşdular. Başından vurublar, tema nədir? Bax belə yığılıb cəmaət. Mən də sənə deyirəm də, fransız qızlar gəldi. Həmin ərəfədə Azərbaycanla Fransanın arası çox pis idi. Biz bütün gün Fransanı şimali eləyə getmişik sizlə. Bir 5 dənə fransız qızı çıxdı, əl-ələ tutdular. Belə tutublar əl-ələ. Orxanla kim idisə orada yerdə. Bəs qardaşım, mən mənim köpəkdaşım da. Amma onlar fransız qızlar. Bilirəm, yaznayo. O nə səhnə idi? Bura səhnə olar da, mən bilsən nətər, mən gördüm Orxanda reaksiya yoxdur. Orxan eləyirəm, qışqırıram, bir yoxdur. 2, 3, Orxan neyiniyim? Orxan başlamış şillə vurmağa. Bəh qışqırıram ki, bir dənə prosto səs çıxsın. Mən rahatlayım ki, bunda vəziyyət heç olmasa da səsi çıxır. Səsi çıxır. Bir də gördüm, eləyib bir dənə o eləməyə. Bəs elədi sənə. Bəs elədi, brat. İndi mən bunu deyirəm harana vurublar da birinci. Bunu belə qaldırdım, çəkdim özümə tərəf. Qoydum belə başladı əllərində taxtayla. Belə qalmışam. Dedim, ay bilə. Özdə variant yoxdur. Sən 2 dənə Orxan getdi də, yəni bravo. Minus. Davışat. KD 0. Allah. Həmin momentdə o qızlar həqiqətən sağ olsunlar da, eşq olsun özümə. Qızlar belə durdular bunların qabağında. Əl-ələ durdular. Dedilər, duxuvu çatır atın. Özüm ölüm deyirəm. Nəsə eləyirlər? Nə eləyirlər? Belə bir ki, biz burada uzanmışıq. Bunlar bura qədər gəldilər. Allah taxtanı belə üstümüzə atdılar. Yəni elə biz dəlidirlər. Onlar dəlidirlər. Onlarla ona görə heç vaxt şey eləmək lazım deyil. Polislər gəldi. Küçəni neçə metr bağladılar? 200 metr o yüz bağladılar. Bütün hər yer bağlı idi. Hər tərəfi bütün küçəni bağladılar.
Solu bir dənə belə baxdım ki, özüm deyirəm K9, 2 dənə K9 iti var bölümdə. Yekə Ford polis maşını gəlib, neçə dənə polis maşını var? 6-7 dənə var idi. 6-7 dənə polis maşını var. 2 dənə, 3 dənə ambulans var idi, 2 dənə ambulans. 2 dənə ambulans. Gəldilər, başladılar danışmağa, eləməyə. Sonra biz apardılar bölməyə. 3 nəfər də Sən getdin bölməyə? Mən, Kamran, bir də Şirəli getmədik bölməyə. Bölmə, gəl sənə konsertdən biraz danışım. Bizdə bilsən nə oldu yolda prosta? Kamranın nastenisi yox idi, ayaqqabısı da bunu sıxırdı. Çünki Orxanın ayaqqabısı idi ayağında. Ayaqqabısını çıxartdı bu. Başladı naski ilə ayaqlarını gezməyə də. Gəldik, çıxdıq McDonald's-a. McDonald's-a girmişik yemək almağa. McDonald's-un axran Kamran deyir ki, sən belə bura girə bilmərsən də. Nə mənada mən ayaqqabısız bura girə bilmərəm. Deyir, girə bilmərsən. Deyir, ayaqqabımı giyin, ya çıx. Dedi, giyinmirəm ayaqqabımı, çıxmıram. O şey, tutub atdılar çələ. Sürüş ala. Sizdə nə oldu bəs? Brat, bizdə birinci oturduq, biz çox gec gəldiniz. Siz səhər gün orta qayıtdınız. Temaya bax da indi sən. Bizə dedilər ki, siz elə bil gedəsiz. Hədə bir 2-3 saatlıq prosedurdur, sonra da çıxıb qaydasınız da. Biz oturduq ambulanslara, birinci getdilər, təbii ki, yoxlanışa. Uşaqlarda çox pis idi, məndə yaxşı idi vəziyyət, hələ məndə bir dənə baş idi. Uşaqlarda vəziyyət, uşaqlarda Tofiqin qolun burası. Hə, sonra belə şeylə gedirdi. Orxan Nəbidə nə vəbşeta dəlixana idi. Getdik, bunlar bizi yoxladılar. Məni yoxladılar, dedilər, tikiş atılmalı sən başına. Dedim, hə, yaxşı, problem yox, gəlsinlər, atsınlar. Məndə sözün açığı, uşaqlıqdan bəri ömrü boyu elə bir şey, elə bir temam olmayıb. Yəni, yıxılmışam, tikiş bax, bu əlimi kəsməyirəm, alnımı gümdə kubikə vurmuşam da, yəni. Çox şey oldu, amma yəni tikişə qoymamışam heç vaxt. Mama həmişə bal tökürdü, o yara biçirdi də. O şimdi tikiş qoydular axı. Nə tikiş qoymaq məzələrsən. Quranan olsun deyirəm, mənə də bilər zəhmət olsun. Özüm ölüm deyirəm. Qapı açıldı, mən beləyəm, oturmuşam. Belə baxdım ki, mən deyim 150, sən deyən 200. Kiloluq bir dənə tibbatçı girdi. Allah'ın olsun, yəni o boyda adam olar ha. Dedim, mən pox yerəm. Qələt eləyərəm, mən başıma heç də vurmursuz. Mən başıma bir dənə dedim belə bağlayın, onu saxlayacaq. Nəsə olsun, belə başımı bağladılar, o təmizlədilər. O şey var belə, binti belə vurdular, tor kimi olan şeyi başıma keçirdilər ki, o qalsın da. Oradan xəstəxanadan, qapıdan çıxdıq, prosto başımdan çıxartdım. O çıxarış, bu çıxarış. Əl vurmadım da bir də onu. Özüm ölüm deyirəm. Hələ mən dəliyəm də yəni. Nəysə, bizi yoxladılar, getdik bölməyə. Polis bölməsinə. Bizə bu gəldilər ki, bəs müstəqnik gələcəksə hansı dildə olsun? İngilis. Yəni bir tərcüməçi ad lazımdır, ya Türk, ya Azərbaycan. Dedi, yox da İngilis dilində. Bu gəldi bir saatdan sonra zat. Ən pis temanı deyim sənə. Bizdə sigaret yoxdur. Qutarıb. İşi sonra ağrılar, sonradan başlayır. Biri, mən belə deyirəm, biri sigaret istəyir, yoxdur. Polislərdən istəmədi. İstədiyi vermədilər. İndi təzdən bunları xahiş edirik ki, birimizi heç olmasa yaz, biri gəlsin bizlə. Gedək bir dənə bu sigareti alaq, gələk. Yəni sigaret çəkəcəklər. Onsuz da bu bölmənin qabağında, arxa tərəfdən orada çəkmək üçün yer var. Oradan heç yerə qaçan mərsən başa düşdün. Bağlıdır. Alıb hara qaçacam, mən neynəmişəm ki? Qaçım. Neynəmişəm də söhbət qoydular? Yox. Biz qaldıq sigaretsiz saat 11-dən 6-yacan idi, 5-əcən idi. 5-6-ya qədər o şey ərəfəsindədir. Prosta o 11-dən yox, 7 saat yox da, ümumi 15 saat, 16 saat. Biz girmişik indi, bir bizi çağırır. Hərəmiz 20 dəqiqə, yarım saat qaldıq. Ay qardaş, hərəmizə neyin sual soruş? Hədə. Mənə girəndə, mənə girdi, deyir ki, necə oldu? Bunu başa saldım ki, belə-belə. Bu mənə deyir ki, sonra bunların koftası nərək deyirəm, mənlə məzələrsən. Mən o dava vaxtı onun koftasına baxıram, ona fikir verirəm. İkincisi də deyirəm, davanı belə bilmək istəyirsən, hər tərəfdə kamera var. Kameranı açıb baxa bilərsən. Deyir, yox, biz kameraya baxmışıq, əsasın dilinizdən. Deyirəm, mənim dilimdən lap qulaq asdın. Orada da polislərdə bir dənə belə tema var. Yəni, o mənim başıma çox şeylər gəlib Budapeştdə falan da. Yəni, deyirlər, hə, eləyəcək. O eləyəcək, bu eləyəcək. Yoxtardı getə başını bıraxdı. Yəni, o heç nə eləyən deyil. Bunlar bizi elə saxladılar. Yəni, prosta da heç nəsiz, biz səbəbsiz.
Biz neçə kimi qaldıq ha? Siz çox geç gəldiniz. Mənim o yadımdadır ki, mən уже yatırdım Və siz sən gələndə. təsəvvür elə o vaxta kimi biz həqiqətən siqetsiz qaldıq da, yəni dəhşət izim idi. Çox dəhşətli gün idi də, yəni o Çətin gün idi. çətin gün idi. Bəxtimizdən heç olmasa içəridə belə aparat var idi. Orada su, soğuk və yaxud belə MMDS, nə bilim, Heç olmasa. hə də yəni nəsə belə bir şeylər alıb heç atışdıra bilirdin ki, bir özündə qalasın. Hə. Oğru mənim evimə oğru da girib. Orxanla sən nə pozitiv fikirləşirsən? Ki bəlkə də qəşəng bir şeydir. Məncə deyil, biz ancaq belə minus şeylərdən danışdıq. Təbiəti amma çox gözəldir həqiqətən. Təbiət. Təbiət. Metro sistemi çox rahatdır. Vəbşə orada public transport çox rahatdır. Çünki niyə? Tramvay. Только tramvay. Hə, əslində hə. Yəni Brat, Macarıstanın obşi rahat şeydə transportda olmasının səbəbi məncə Tramvay. bir növ Amsterdamda da eyni. Çox rahatdır. Olar. Orada metroya Çaspikdə girəndə burada saat belə deyək də 7-ci gün saat 12 gün orta 12-də olan qədər adam olur. Orada Çaspikdə. Başa düşdüm. Bildin necə? Məktəbləri Yəni oturan yerlər dolu olur çox vaxt, amma yenə də yer tapıb otura bilirsən, həmişə boş yer olur. Bir iki adam ayaq üstə dayanır. Çaspik. Burada mən metroya ona görə iş edəcəyimi elə qururam ki, mən o vaxtdan metroda olmayım. Bayaq bura gələndə bir sən nə oldu? Nə oldu? Yəni metroya girdim, qapı açıldı. İçəri girdim, özümü buğu hiss elədim, elə üzümə vurdu da. Belə elədim. Belə qapı bağlandı, çıxdım çöl. Hamı da mənə bax bu xiyarla qalır da. Ya nəyə gəl girirsən, nəyə çıxırsan da. Mən bir sən nədən xoşum gəlmir bizim metroda. Metroda bu gedirsən, tutaq ki, bu Koroğluya gələm. Dayanmışam qapının qabağında və qapı açılsın ki, çıxmaq istəyirəm. Mən çıxmamış, kimsə girir içəri. Kimsə oca girir içəri. Ay qardaş, ay insan, ay qardaş, bax qardaşımsan. Mən çıxım, sən gir də. Niyə bir-birimizə narahatçılıq yaradırıq axı? Bir də epizod var daha şimdi onu çox xahiş edirəm. Bununla bağlı həqiqətən məndə bilirsən də məndə dayanır reski. Hə, birdən biri atır. Brat, metrodayıq. Allah haqqı deyirəm, 1-2 stansiya qalıb beləyəm də. Yəni bir tərəflər, yəni İroqdiflərdəki faraonlar kimi. Nə əlimi tərpədə bilirəm, heç sən yoxdur. Belə. Nizamidir, qapı açıldı babeləsinə. Heç kim çıxmadı. Heç kim çıxmır. 4-5 nəfər var. Bax Allah haqqı deyirəm, özüm ölüm deyə. Yox. Elə eləsə dərd yarıdır. Daydan gəldi biri babeləsinə, mənə belə elədi. Ay, bir də gördüm belə top da dəydi mənə, nəsə belə itələmək istəyir. Ay, söndüm belə dedim, sən kayıfdasan dayda. Dedim salamatçılıqdır dayı. Babeləsən. Dedim ki, konkret dedim həqiqətən salamatçılıqdır dayı. Nə dedi? Belə üzü beynim atdı da. Deyirəm, korsan görmüsən adam var. Hara girmək istəyirəm? Gəl sən Allah mən dedim. Dedim sən gəl otur çiynimdə aparım səni. Qız xoşuma qayıb olmasa. Sən hara gedirdin ki, Nizami'dəydin? 28-ə bura. Hansı tərəfdən gəlirdin ki sən? Mən Dərnəgül tərəfdən gəldim. Hə. Dərnəgül tərəfdən gəldim, 28-ə tərəf Nizamidəydim. Hə, o pis yerdir. Elmlərdə adam dolu. Bura, day belə baxdı üzümə. Sən Allah üzrü say, sən Allah üzrü say. Deyir bilmədim. Deyirəm bilmədim nə? Bilmədim. Yerdə belə tutub qapı bağladım ki. Sağ qaqa. Rəqbi oynayır. Dəhşət. Allah haqqı, nə bilim, bizim metro yox, mədəniyyət. Metro mədəniyyəti və sıra mədəniyyəti. Hə, sıra mədəniyyəti. Mən başıma bir dəfə bilsən nə gəlmişdi? Təzəlikcə. Deməli axşam vaxtıdır. Saat 9-da mamam qəşəng yarpaq dolması bişirib. Mən də Amsterdamdan təzə qayıtmışam. Çoxdan da yarpaq dolması yeməmişəm. Bilirsən, həvəsliyəm dedim. İndi cüldədəcəm. Başa düşürəm ki, qatıq yoxdur. Qatıq da çox vacib onun bir hissəsidir. Evin də yanında balaca bir dənə Bravo mağazini var. Pul götürdüm, düşdüm. Gəldim, çatdım mağazin. Nauşnikdəyəm, mahnıya qulaq asıram. Nasıl deyim, yaxşıdır və gedirəm də özüm üçün. Gəldim, çatdım, qatığı tapdım, götürdüm. Kassa buradadır elə bir. Belə iki tərəfdən kassaya gəlmək olur. Amma əslində sıra buradan başlayır. Buradan sıra başlaya bilməz. Prosta onlar axotları yoxdur ki, gedib belə fırlanıb qayıtsınlar. Düz dayanmışam, sıramı gözləyirəm. Bir də dayday dayanıb, məndən sonra, orada məndən sonra o yaxınlaşıb. Nəsə, görürəm ki, belə özünü salır qabağa. Baxıram buna ki, bizdən bir olur ya, atır, deyirsən ki, yox da, bax, niyə eləyirsən belə? Mən səninlə dirəşəcəm. Heç də, görürəm qabağa gitmək istəyir. Mənim də əlimdə bir dənə qatıqdır, deyim ki, nə bu qədər şey almamışam.
Çatdım. Uşum mənim o şeydimdir, girdi qabağıma, deyirəm, üzürlü sayən, özü bir sizlə danışıram. Deyirəm, üzürlü sayən, mən sizdən qabaq dayanmışam da, burada niyə belə eləyirsiniz axı? Baxır mənə belə. Sən mədəniyyətsizsən. Böyüyə yol verərlər. Sən dayı mədəniyyətsiz niyə? Deyirəm, mən sizlə sıra mədəniyyəti haqqında danışıram burada. Deyirəm, sıra mədəniyyətinə hörmət edeyim. Mən niyə mədəniyyətsizəm? Cavanlara bax, heç böylə də hörmət qalmayıb. Hara gedir də bu pokoleniya? Keçdi məndən qabağa. Dirəşdi, keçdi. Canibindir, siqaret alır. Əlimdə bir qatıqla dayanmışam. Bankədir də. Baxıram buna belə. Vahab, sakitlər. Vahab, təsəvvürüm qatığı vursan başına, belə başı ağappaq. Nəsə çıxdım. Ondan sonra 3 gün hisli gəzirdim hələ də. 3 gün mən onu buraxa bilmirdim ki. Sıra mədəniyyəti, zəhmət olmasa sıra mədəniyyəti. Çox asandır. Hamımıza çox rahat olacaq ondan sonra. Məncə də həqiqətən biraz lazımdır. Bizdə çox bərbad vəziyyətdədir. Hər şey pis deyil əslində. Çox şey yaxşıdır. Bəzi belə çox basic şeylər var. Hansılar ki, hamımızın həyatını çətinləşdirir biraz. Çox da effort almır bizdən, onu düzəldir. Yolu özünə atmaqdır. Amma səndən xoşuma gəlir. O heç yerdə onu mən görməmişəm. Ayağımı tapdalayırlar ha. Bir də belə avtomatik belə eləyirlər qarşı. Amsterdamda təzə gedəndə beynində qalıb axı hələ də. Kimisə tapdalayırdım çaşı. Sırası avtomatik belə əlimə atırdım. Sonra dayanırdım ki, dəqiqə, mən bunu burada eləsəm mən səhv başa düşəcəm. Orada eləmir. Orada eləmirsən. Əğvi gətir. Yox, belə deyilsən və baxırsan bilirsən ki, sorry, amma əlvi atıb, mən orada kimisə əlinə atıb belə tutsam, elə biləcək, mən onu qoymaq istəyirəm. Sən nə məğmə vurdun? Mənə söz atırsan, qaqaş. Qaqaş. Nazadı danışam. Gəl bizim bu çəkilişdə köməyimizə çatan Sabah. və bu cihazları bizə biabır elədiniz. Yox, gəl belə eləyək. Gəl düzəldi. Gəl əvvəl Sabah'a çox sağ ol deyək. 100%. Bizim rejissor və operator başqa otaqda oturub, o bizi eşidir, amma o bizi başa düşmür. Çünki biz Azərbaycan dilində danışırıq. The guy from Georgia. Georgia, hello. Big round of applause for our friend. Eyyo. Amma həm də Mediatek Baku. onlara çox dərin, çox sağ olumuzu bildirmək istəyirik ki, bizi bütün bu avadanlıqla təmin eləyiblər. Sonra nə deyə, ay Vahab? Sənin üçün nə deyə belə maraqlı olsun? Məncə yavaş-yavaş belə şeyə gətirmək olar, conclusionlara. Çünki məncə hardasa 40 dəqiqədir danışırdıq səninlə. Şey danışır. Hə. Eşq olsun. Sən də bu. Hop, reaksiya. Yəni bu da bizim, indi bilmirəm maraqlı oldu olmadı. Xoşunuza gəldi yoxsa yox? Nazadı danışan. Amma yox, biz Bekar Times'ıq. Nazad danışan. Bekar Times heç, Bekar Times öz yerindədir. Biz bu gün bu canavarı göstərik. Lola xanım. Bir dənə baxın buna, bir dənə. Amma yox, gəl də onun biraz şeyini saxlayaq, mistirisini saxlayaq. Onu biraz sonra. Sadəcə bilin ki, onun adı Lola xanımdır. Sonradan şeylər eşidəcəksiniz. Bu bizim başımıza gətirdiyi oyunlar. Bu cavanlığında nələr eləyib. Amma bilmiyorum onun cavanlığı nədir. Çünki sən bu elə yerdən alınıb ki, o bilmək olmazdı nələr yaşayıb bu. İnşallah danışarız. Biz də bilərik də yəni. Sağ olun uşaqlar. Sağ olun, çox sağ olun. İyi günlər. İyi günlər. İyi günlər. Həm türk dili, həm rus dili, həm ingilis dili. Biz beynəlxalq da yəni. Sprechen Sie Deutsch? Nein. Nicht sprechen Sie Deutsch. Nembe selek magyar ulgaga. Okay, bye bye. Bye bye.